Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademiyinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün Dövlət İmtahan Mərkəzinin çıxardığı yeni sınaq toplusundan ikinci sınağı izah etmiş olacağam. Birinci sualımıza diqqət edək. Birinci sualımızda qeyd olunub ki, yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını təyin edin. Birinci A məntəqəmizin coğrafi uzunluğu 30 dərəcə şərq uzunluğudur və eyni zamanda A məntəqəmizdə saat 15:40-dır. İndi 20-20 olması üçün təbii ki, elə bir məntəqə götürməliyik ki, o bizdən yerli vaxtı irəli olmalıdır. O zaman mən 20-20-dən 15:40-a çıxmalıyam. Onlar arasında vaxt fərqini tapmalıyam. Burada camımız 4 saat 40 dəqiqə etmiş olacaq. 4 saat mən 40 dəqiqəni həmişə dərəcəyə çevirmək üçün nə etməliydim? Təbii ki, saat hissəsini vurmalıydım 15-ə, eləyəcək 60 dərəcə. Dəqiqə hissəsini də bölməliydim 4-ə, etmiş olacaq 10 dərəcə. Və toplam olacaq 70 dərəcə. Deməli, bu məntəqəmiz bizdən 70 dərəcə harda olmalıdır? Şərqdə olmalıdır. 30 dərəcə şərq uzunluğundan 70 dərəcə şərqə getsəm, 100 dərəcə şərq uzunluğu olmuş olacaq. 21:00 isə yenə də 20-20-dən irəlidədir. Ona görə də cavabımız yenə də şərqdə olmaq olacaq məntəqəmiz. 20-20-dən 21:00 40 dəqiqə irəlidir. 40 dəqiqəni də biz 4-ə bölsək, təbii ki 10 dərəcə etmiş olacaq. Deməli, digərimiz də 110 dərəcə şərq uzunluğunda olmuş olacaq. Cavab variantımız 100 dərəcə şərq uzunluğu və 110 dərəcə şərq uzunluğu olmuş olacaq. İkinci sualımıza diqqət edirik. Sxemə əsasən yanlış bəndi müəyyən edin. Deyir ki, A məntəqəsi 23-cü saat qurşağının üzərində yerləşir. A məntəqəsinə baxıram, 20 dərəcə qərb uzunluğudur, 0-dan qərbdədir. Bəli, 20 dərəcə qərb uzunluğunu mən 15-ə bölsəm, düşəcək 1, qalığımız da 5. 7,5-dən kiçik olduğu üçün 1-i saxlayırıq və 24-dən də 1-i çıxırıq, qalır 23-cü saat qurşağı. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidir. D məntəqəsi 20 qərb uzunluğunda yerləşir. C məntəqəsi isə 60 qərb uzunluğunda yerləşmiş olacaq. Və bunlar arasında dərəcə fərqimiz nə qədərdir? Təbii ki, 40 dərəcədir. Mən 40 dərəcəni dəqiqəyə saata çevirmək üçün bölürəm yenə də 15-ə. Düşəcək 2 dəfə 30, qalığımız 10 qalır, onu da 4-ə vururuq, eləyəcək 2 saat 40 dəqiqə. Bəli, həqiqətən də D məntəqəsi C-dən də şərqdə olduğu üçün daha irəlidədir. 23 sentyabrda C və D məntəqələrində günəş şüaları fərqli bucaq altında düşür. 23 sentyabr üzərində günəş şüaları, günəş ümumiyyətlə ekvator üzərində zenitdə olmuş olacaq. D məntəqəmiz 15 şimal enliyində, C məntəqəmiz 15 cənub enliyindədir. Amma hər ikisi ekvatordan eyni məsafədə yerləşdiyi üçün burada günəş şüaları fərqli yox, eyni bucaq altında düşmüş olacaq. Elə yanlış cavabımız C variantıdır. 21 mart 23 sentyabr tarixlərində gündüzün uzunluğunun daha çox olduğu məntəqələri müəyyən etmiş olacağıq. Biz bilirik ki, gündüzün uzunluğu 21 mart 23 sentyabr aralığında təbii ki, şimal yarımkürəsində uzun olmalıdır. Nəyə görə? Çünki 21 martdan sonra günəş belə deyək də şimal yarımkürəsinə tərəf çevrilir və bundan sonra artıq 22 iyun tarixində də şimalda ən uzun gündüz olmalıdır. Ona görə biz elə şimal yarımkürəsində olan məntəqələrimizi götürəcək. 1, 2, 6 olmuş olacaq. Cavab variantımız D variantıdır. Yer planeti yarandığı ilk vaxtlarda onun səthinə çoxlu iri asteroidlər və meteoroidlərin düşməsinin əsas səbəbi nə idi? Təbii ki, o zaman yerin maqnetizmi zəif idi. Ona görə də iri asteroidlər və meteoroidlər düşmüş olurdu. Növbəti sualımıza diqqət edək. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şimal qütb dairəsi və cənub qütb dairəsinin oxşar xüsusiyyətlərini müəyyən etməliyik. 3 qitəni kəsib keçir. Şimal qütb dairəsi Avropa qitəsini, Asiya qitəsini və Amerika qitəsini kəsir. Cənub qütb dairəsi isə Antarktida qitəsini kəsmiş olacaq. Bir yanlışdır. 60 və 70 dərəcə cənub enlikləri arasında yerləşir. 60-70 cənub enlikləri arasında cənub qütb dairəsi yerləşmiş olacaq. Yanlışdır. Bir dəqiqə, burada oxşar xüsusiyyət istəyir, yoxsa? Yox, oxşar xüsusiyyət istəmirmiş. Elə bildim, mərkəz hissəni qara verib, ona görə ortaq xüsusiyyət. Ona görə 1 yazıram mən şimal qütb dairəsinə, 2-ni yazıram bu hissəyə. Yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Təbii ki, yay gündönümündə şimal qütbündə qütb gündüzü olmuş olacaq. Yaz gecə gündüz bərabərliyi gün günəş şüaları 23,5 dərəcə bucaq altına düşür hər ikisində. Çünki yaz gecə gündüz bərabərliyi günəş ekvatorda zenitdə olur və bərabər şəkildə paylanır. Qış gündönümü günü günəş şüaları 47 dərəcə bucaq altına düşür. Bu da təbii ki, cənub qütb dairəsi olmuş olacaq. Gəlin hesablayaq. 90 dərəcə çıxılsın 66,5 plus 23,5. Buradan da cavabımız nə olmuş olacaq? 47 dərəcə.
Deməli 1-ə 1 3, 2-yə 2 5, 3-ə isə 4 olmuş olacaq. Cavab variantımız C variantıdır. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti nədir? Təbii ki, belə deyək də, yer və günəş arasında yerləşir və o həmin ərazilərdə məsafə münasibdir. Ona görə də burada yerin həyatda əmələ gəlməsi olur. A məntəqəsində 10 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğu cismin kölgəsi olmadığı zaman Bakı şəhərində saat neçə olur? A məntəqəsində günəş kölgə olmursa, deməli saat neçədir? 12:00-dır. Çünki biz həmişə zenit saatını götürmüş olacağıq. İndi burada saat 12:00-dırsa 130 qərb uzunluğunda 12:00-dır. 130 qərb uzunluğu ilə Bakı şəhəri arasında 180 dərəcə fərqimiz var. Yəni tam əksində yerləşdiyi üçün 180 dərəcə olmuş olacaq. Mən 180 dərəcəni də 15-ə bölsəm, saat 12 etmiş olacaq. Və ona görə də 130 qərb uzunluğunda saat 12-dirsə, 50 şərq uzunluğunda ondan daha irəlidə olmuş olacaq, 24:00 olmuş olacaq. Xəritə sxemində qeyd edilən məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olacaqdır? Burada gündüzün uzunluğunun 22 iyunda daha az olması üçün nə etməliyik? Daha cənubda yerləşən məntəqəmizi götürməli olmalıyıq. Burada daha cənubda yerləşən məntəqəmiz 5-dir. Yerli vaxt Bakı şəhərində 8 saat irəlidə olan məntəqənin aid olduğu saat qurşağının orta meridianını müəyyən edin. Bakı şəhərinin 50 dərəcə şərq uzunluğunda yerləşir. Biz onu çəkək. Yerli vaxt deyir Bakı şəhərindən 8 saat irəlidədir. 8-i mən nə etməliyəm? Vurmalıyam 15-ə. O da nə etmiş olacaq? 120 dərəcə. Bakıdan 120 dərəcə irəlidədir. Hara gedib çıxacaq o zaman? 170 dərəcə şərq uzunluğu. 170 dərəcə şərq uzunluğunun birinci saat quşağını tapmış olaq. Böləcəyik 15-ə nə düşəcək? 11 dəfə 165 və buradan 5 qalır. Qalır 5 qalır 7,5-dən kiçikdir deyə 11 olduğu kimi saxlamış olacağıq. Və burada mən biləcəm ki 11-ci saat quşağının orta meridianı istəyir. 11-i də 15-ə vuranda da 165 şərq uzunluğu etmiş olur. A məntəqəsinin 20 saat quşağının orta meridianına 20 dərəcə qərbdə olarsa onun yerləşdiyi saat quşağının sərhədlərini təyin edin. A məntəqəsi 20 saat quşağındadır. O zaman 24-dən 20-nə çıxıram. Qalır 4. 4-ü vurduq 15-ə. 60 qərb uzunluğunda yerləşmiş oldu məntəqəmiz. Saat quşağının deyir ki, daha doğrusu orta meridiandan 20 dərəcə qərbdə yerləşir. Daha da 20 dərəcə qərbə getsək, hara gedib 80 dərəcəyə çıxmış olacaq. İndi onun sərhədlərini necə təyin etməliyik? Bir dəfə 7,5 gəlməliyik. Bir dəfə də 7,5 çıxmalıyıq. 7,5 gəlsə 87,5. 7,5 çıxsam 72,5 olmuş olacaq. 72,5 və 87,5 olacaq. Deyərdim, mən nə hesablayıram? Heç özüm də bilmirəm. Niyə? Çünki 80 dərəcə qərb uzunluğunun yerləşdiyi saat quşağının orta meridianı tapmalıyam. 80 böldüm 15'ə, düşdü 5 dəfə, 75, qalığımız 5 qaldı. 5 olduğu kimi saxladıq. 24-dən 5 çıxdıq 15, 19. 19-cu saat quşağının orta meridianı neçə dərəcədir? Təbii ki 75 qərb uzunluğu. İndi bu zaman 75 qərb uzunluğu qərb şərq tapsam 82,5 və 67,5 olmuş olacaq. Qərb uzunluğu amma. Burada 17-ci sual niyə gəlir? 11-ə baxaq biz. Yəqin ki, 11 yerin sxemdəki vəziyyətinə əsasən doğru ifadələri müəyyən edin. Baxıram ki, günəş şüaları şimal yarımkürəsini daha çox işıqlandırır. O zaman mən burada doğru sualı, doğru variantımız nedir? Deyir, cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Bəli, cənub yarımkürəsində günəş şüaları zəif düşdüyü üçün ən uzun gecə oradadır. Şimal yarımkürəsində ən qısa gündüz müşahidə olunur. Ən qısa yox, ən uzun gündüzdür. Günəş 23,5 derəcə cənub enliyində zenitdə deyil. 23,5 derəcə şimal enliyində zenitdədir. 66,5 şimal enliyi ilə şimalda qütb gündüzləri müşahidə olunur. Doğrudur. Cənub yarımkürəsində yay fəslidir, yox, qış fəslidir. Və günəş şüaları Bakıya 73,5 dərəcə bucaq altına düşür. 90 çıxılsın 40 plus 23,5. Bəli, həqiqətən də 73,5 ilə düşmüş olacaq. Yəni maksimum düşmə bucaqdır da Bakıya. Diaqrama əsasən cismin yerləşdiyi coğrafi enliyi müəyyən edin. Baxıram ki, cismin kölgəsi 22 iyunda daha uzundur, 22 dekabrda isə yox. Deməli, cisim harada yerləşir? 23,5 dərəcə cənub enliyi. Niyə? Çünki günəş harada zenitdədirsə, orada kölgənin uzunluğu olmayacaq. Xəritə sxemə əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələri müəyyən edin. Qütb və gecə gündüzləri harada müşahidə olunur? Həmişə qütb dairələrində müşahidə olunmuş olacaq. Biri H-dır burada, biri C-dir, biri isə Y-dir. C, Y və H olmuş olacaq. Müxtəlif məntəqələrdə eyni anda günəşin üfüqdə vəziyyətinə əsasən qərbdə yerləşən məntəqəni müəyyən edin.
dəqiqə mən bu sualı. Deməli nə istəyir? Eyni anda günəşin üfüqdə vəziyyətinə əsasən daha qərbdə yerləşən məntəqəni müəyyən eləyin. Təbii ki, burada daha qərbdə yerləşən məntəqəmiz 4-də olmuş olacaq. 4-cü. Nəyə görə? Çünki günəş ən gec görürsünüzmü orada çıxır da. Hələ burada yavaş-yavaş çıxırsa, deməli ən gec. Məsələn, tutaq ki, saat 12:00-a görə hesablasaq, 12:00-da günəş zenitdədir, düzdür? Məsələn də tutaq ki. İndi 12:00-dan sonrakı vaxt daha şərqdə olmuş olacaqdır. Günəş çünki əvvəldən çıxıb gəlib. Yəni günəş buralarda çıxmalıdır. Qərbdə çıxmalı deyil, daha doğrusu qərbdə olmalıdır. Yəni qərbdə o günəş qərbdədirsə, deməli onun yerli vaxtı irəlidədir. Amma günəş şərqdən çıxırsa, hal-hazırda harda daha şərqdədirsə, deməli daha qərbdə olmuş olacaq. 4-cü məntəqəmiz olacaq. Bu yerli vaxt anlayışı deyil ha. Sadəcə günəşin qərbdə və şərqdə olmasına görə hesablayırıq. Başlanğıc meridiandan 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarını və müvafiq olaraq müəyyən edin. Başlanğıc meridian 0 dərəcə meridiandır. 27 şərq, 27 şərq uzunluğudur. 27 qərbdə isə 27 qərb uzunluğu olur. İndi bunların nə edəcəyik? Saat qurşaqlarını müəyyən etmiş olacaq. 27 şərqi tapmaq üçün böləcəm 15-ə. Bir dəfə düşəcək 15, qalığımız qalacaq 12. 7,5-dən böyükdür. Üzərinə 1 gəldim, oldu ikinci saat qurşağı. 27 şərq uzunluğu ikinci saat qurşağında yerləşmiş olacaq. Digər isə yenə də böləcəm həmin şey 2 olacaq, amma 24-dən çıxmış olacam, qalacaq 22-ci saat qurşağı qərbdə olduğu üçün. Hansı ərazilərdə deyir maqnit anomaliyası müşahidə olunur? Təbii ki, dəmir filizi yataqlarında maqnit anomaliyaları müşahidə olunur. Yadınızda saxlayın. Növbəti sualımıza baxaq. Suxurların bir dəqiqə üzrlü sayın. Burada 17-ci sual bu tərəfdədir. Səhv etmirəmsə. Qütb parıltısı yaranır. Qütb parıltısı deməli ha vaxt yaranır? Günəş küləyinin yerin atmosferindən toqquşduğu hissələrdə qütb parıltısı yaranmış olacaq. Deyir, günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferin yuxarı hissəsi ilə toqquşması nəticəsində qütb küləkləri yaranmış olur. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsilləri müəyyən eləyin. Baxıram günəşin üfüqdəki vəziyyətinə. 3-də daha belə deyək də batmağa doğru gedir. Yəni daha belə deyək də cənubdadır. 2-də daha deməli birinci məntəqə belə deyək də günəş daha yaxın olduğu üçün yay fəsli olmuş olacaq. İkinci məntəqə nisbətən uzaq deyə yaz fəsli. Üçüncü məntəqədə günəş çox uzaqdadırsa harda olacaq? Təbii ki, qış fəsli olmuş olacaq. İkinci məntəqə ya payız fəsli də ola bilərdi əslində, amma ki, yay ilə qış arasında belə də qışla yay arasında yaz fəsli yerləşdiyinə görə yazı götürmüş oluruq. 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altında düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. 76,5 dərəcə bucaq altına düşürsə, deməli həmin məntəqə günəş daha yaxındır. O zaman 76,5 bərabərdir. Həmişə düsturla hesablayıram mən. Siz hesablaya bilərsiniz. Belə hesablaya bilərsiniz. 90 çıxılsın 10 plus x məntəqəmiz. Zenit enliyimizi bilmirəm. X-imiz buradan nəyə bərabərdir? Təbii ki, bərabərdir. Bir dəqiqə çox üzr istəyirəm. Çünki burada artıq istisna qayda da ortaya girir. Eybi yoxdur. Gəlin 80 dərəcə, 80 dərəcədən də 76,5 toplasaq. Yəni belə deyək də, burada bilirsiniz necədir? İstisna qaydası nədir? Əgərləri günəşin belə deyək də coğrafi enlik zenit enliyi ilə ekvator arasında olarsa, düsturda zenit enliyi ilə coğrafi enliyin yeri dəyişdiriləcək. Yəni mən həmişə düsturumuzu o zaman belə yazacağam. 90 dərəcə çıxılsın zenit enliyi plus minus coğrafi enlik. Aydındırmı? İndi bu zaman nə edəcəm? 90 çıxılsın. Zenit enliyimiz nədir? X da bilmirəm. Plus, daha doğrusu minus 10 dərəcə və bərabərdir 76,5 dərəcə. İndi bu zaman nə edəcəm mən buradan? Tapacam cavabımızı 23,5 dərəcə. Yəni X-imiz buradan artıq 23,5 dərəcə cənub enliyi olmuş olacaq. Tropik işıqlanma qurşağının cənub sərhəddi ilə Bakı şəhəri arasındakı məsafəni hesablayın. Təbii ki, tropik işıqlanma qurşağının cənub sərhəddi hansıdır? 23,5 dərəcə cənub enliyi. Bakı şəhəri harda yerləşir? 40 dərəcə şimal enliyində. Bunlar arasında fərqimiz nədir? 63,5-dir. 63,5-i də mən vurmalıyam 111-ə ki, onlar arasındakı məsafəni təyin edim. Məsafəmiz də 7048,5. Topluda mövcuddur bu sual. Mütləq şəkildə diqqət etməlisiniz deməli topluya.
Sxemdə deyir qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19:20-dir. A məntəqəsi harda yerləşir? 160 dərəcə şərq uzunluğu. Çünki 180-dən daha qərbdə deyə şərq uzunluğudur. 170 qərb uzunluğu isə olmuş olacaq B məntəqəsi. Deyir ki, A məntəqəsində 4 oktyabrdır və saat 19:20-dir. B məntəqəsində hansı gün və saat neçə olmuş olacaq? İndi ona diqqət etməliyik təbii ki. A məntəqəsində mən daha şərqə doğru gedirəmsə saatim artmalıdır. Bunlar arasında dərəcə fərqimiz nə qədərdir? 30 dərəcə. 20 dərəcə 180-ə qədər, 10 dərəcə isə 170-ə qədər. 20-30 dərəcə fərqimiz var, yəni 2 saat. 30 dərəcəni böldüm 15-ə, 2 saat etmiş olacaq. Mən indi 19:20-dən 2 saat irəliyə getməliyəm. Çünki 170 qərb uzunluğu 160 şərq uzunluğundan daha şərqdə görsənir, düzdür? O zaman nə edəcəm? Mən bura 21:20 yazmış olacaq. Bəs yaxşı saatımız necə olacaq? Yadınıza saxlayın, 180 dərəcəlik meridian tarix dəyişdirmə meridiandır. Mən şərqdən qərbə doğru keçirəmsə, günümüz bir gün geriyə gedəcək. Qərbdən şərqə doğru keçirəmsə, irəliyə getmiş olacaq. O zaman 3 oktyabr 21:20 olacaq. Xəritə sxemdə qeyd edilmiş məntəqələrin yerləşdiyi saat quşaqlarını və məntəqələr arasında yerli vaxt fərqini müəyyən edin. Birinci məntəqəmiz yaxşı düşməyib, amma baxın 60-90. Bunlar arasında nə yerləşir? Təbii ki 75 qərb uzunluğu. Digəri isə bu da 75 şərq uzunluğu olmuş olacaq. Biri 75 qərb uzunluğundadır. 75 şərq uzunluğumuzu böləcəm 15-ə eləyəcək 5-ci saat quşağı. Bunu da böləcəm 15-ə 5 düşəcək və 24-dən 5 çıxacam oldu 19-cu saat quşağı. A məntəqəmiz 19-cu saat quşağıdır. B məntəqəmiz 5-ci saat quşağıdır. Bunlar arasında nə istəyir? Yerli vaxt fərqini istəyir. 75 dəqiqə. Üzr istəyirəm. A məntəqəmiz bir dəqiqə görək. Nəyin üzərində yerləşmiş olur? A məntəqəmiz 60-ın üzərində yerləşib. Çox üzrlü sayın. Mən ona diqqət eləməmişəm. Elə bilirəm ki, ortada yerləşir. B məntəqəmizdə 60-ın üzərində yerləşir. Ona görə biri 20-ci saat quşağıdır, biri 4-cü saat quşağıdır. Yəni 60-ı böləcəyik. 5 yox. 20-ci saat quşağı, bu isə 4-cü saat quşağı. 60-60-dır, düzdür. Cəmləyəcək fərqli yarımkürələrdə 120 dərəcə və 120 dərəcəni böləcəm 15-ə eləyəcək nə qədər? 8 saat. A variantımız olmuş olacaq. 23-cü sualda qış gündönümü günü 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaq altında düşər? 90 çıxılsın, 30 çıxılsın, 23.5 olmuş olacaq. Buradan isə cavabımız 36.5 dərəcə olmuş olacaq. Mülayim qışqılanma quşağında yerləşən ölkələri müəyyən edin. Mülayim qışqılanma quşağı ya şimal mülayim də ola bilər, cənub da mülayim. Yəni 23.5-lərdən 66.5-lər arasında götürməliyik. Niger yerləşir tropik qışqılanma quşağında, Türkiyə düşür şimal mülayim qışqılanma quşağına, Monqolistan şimal mülayim qışqılanma quşağı, Argentina isə cənub mülayim qışqılanma quşağına düşmüş olacaq. 2-3-6 doğru cavabımızdır. Qütb ulduzunun müşahidə olunduğu əraziləri müəyyən edin. Qütb ulduzu yalnız şimal yarımkürəsində müşahidə olunur. Ona görə Xəzər Yanovalıq, Siciliya adası və Orinoco balıq. 2-3-dür. 3-5 doğru olmuş olacaq. Qütb gündüzlərində müşahidə olunduğu ərazilər təbii ki şimal qütbündən şimalda və ya cənub qütbündən yaxın olan ərazilər, yəni qütb dairəsindən cənubda olan ərazilər. Novosibir adası yerləşmiş olacaq. Novosibir adası bilirsiniz ki, harada yerləşir? Şimal Buzlu okeanda. Viktoriya adası Kanada Arktik arxipelagından şimalda yerləşir. Antarktida materikində yerini bilirsiniz. Falkland adaları yanlışdır, çünki bu qütb dairəsindən şimaldadır. Tasmaniya adası da yanlışdır. Newfoundland adası da düşmür. 1-2-3 olmuş olacaq. 27-ci suala baxıram. 4-cü saat quşağı, 3-cü saat quşaqları müəyyən etməliyik. 4-cü saat quşağının orta meridianı təyin etmək üçün vuracam 15-ə eləyəcək 60 dərəcə. Bu hansı sərhədlərdə yerləşir? 67.5-ə qədər. Bu tərəfdən də 7,5 çıxsam 52,5. Deməli 52,5 ilə 67,5-in arası harda yerləşir? 4-cü saat quşağı. 13-cü saat quşağı nedədir? 13-cü saat quşağı qərb yarımkürəsində yerləşirdi. 12-dən digər tərəfdədir. Ona görə 24-dən 13 çıxacam, qalacaq 11. 11-i 115-ə vursam 165 qərb. 165 qərb, üzərinə 7,5 gəlsəm 172,5, 7,5 çıxsam 157,5, 157,5 ilə 172,5-in arasında yerləşir. 23-cü saat quşağı isə 15 dərəcə orta meridianda 15 qərb uzunluğu və 15 qərb uzunluğunun üzərinə 7,5 gəlsəm 22,5, çıxsam 7,5. Yəni 7,5 qərb uzunluğu
və 22.5 qərb uzunluğu arasında yerləşir 23-cü saat qurşağı. İndi 170 qərb uzunluğu hansının arasındadır? Təbii ki, ikincinin arasındadır. Ona görə 2A-nı yazırıq. Bu dəqiqə bunu mən rəngini dəyişim. 2A. 162 qərb uzunluğu da hansının arasındadır? Yenə də ikincidir. AB. 65 şərq uzunluğu birincinin arasındadır. Zülüstan. Bura gedəcək. 18 qərb uzunluğu üçüncünün arasındadır. 25 qərb uzunluğu isə heç birinə düşməyəcək. Ona görə də 1C, 2AB, 3C, D olmuş olacaq. İndi keçək situasiya suallarımıza diqqət edək. Yay gündönümü günü deyir şimal sərhəddinə günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü günəş şüalarının düşdüyü zaman bu işıqlanma qurşağında gündüz uzun, gecə isə qısa olur. Demək, yay gündönümü günü şimal sərhəddinə günəş şüaları 47 dərəcə bucaq altında. Biz həmişə demişdik hansı idi? Şimal mülayim işıqlanma qurşağının, yəni şimal yarımkürəsində deyir də, şimal mülayim işıqlanma qurşağının şimal sərhəddidir. Deyir, gündüz uzun olur, gecə isə qısa olur. İndi mən nə etməliyəm? Deyir ki, mətnə əsasən coğrafi enliyi təyin edin. Coğrafi enliyimiz 66.5-dir. Təbii ki, biz həmişə bunu o formada əzbər də yadımıza saxlayırıq, amma belə də hesablaya bilərsiniz ki, 47 dərəcə bərabərdir 90 çıxılsın coğrafi enliyimiz plus 23.5. Buradan da x-inizi tapacaqsınız ki, 66.5 etmiş olacaq. Sonra və işıqlanma qurşağı da dedik ki, şimal mülayim işıqlanma qurşağıdır. Mətndə verilmiş işıqlanma qurşağından şimalda və cənubda yerləşən işıqlanma qurşaqlarının müvafiqi yazın. Şimalda yerləşən işıqlanma qurşağı olacaq şimal qütb. Cənubda yerləşən işıqlanma qurşağı isə tropik işıqlanma qurşağıdır. Xəritə sxeması isə mətndə verilmiş işıqlanma qurşağında yerləşən ölkələr müəyyən edin. 6, 1 və 3. Cavab variantımız 1, 3, 6 olmuş. 6 ABŞ, 1 İspaniya, 3 isə Çin ərazisidir. Daha sonra digərləri isə tropik işıqlanma qurşağına düşmüş olacaq. 1, 3, 6 doğru cavabımızdır. Sınav 2-nin də izahını yekunlaşdırmış olduq. Sağ olun, gələn videolarımızda görüşənədək.